düşünməyə qorxmayan təbəqə. Bilirsiniz, mən o prinsiplə yaşayan adamam ki, məsələn, adını çəkməyəcəm əvvəl ki, deputatlar deyirdi ki, Yaponiya müqayisə edirdi. Əgər çatdıra bilmirsənsə, ged araba sür, ikinci bir işlə məşğul ol. Yəni, indi bu mobil tarif haqqında danışdım. Bu şikayət mənasında deyil və bu qorxudan söylənilən bir fikir deyil. Bu reallıqdır. Yəni, deyir, предупрежден, значит вооружен. Yəni, xəbərdarsansa, demək, artıq silahlanmısan bu məsələyə qarşı. Yəni, nəzərdə tutmaq ki, izah elədi də o mənə qanun yolu ilə demədi ki, atmışıq sənə filan eləmişik, 1 manat filan yerə getdi, 1 manat filan yerə getdi, 79 qəpikdə balans öyrənmə xidməti. Yəni, buradan mən nə itirdim? Düzdür, vaxt itirdim, əsəb itirdim indi. Bu videonu mobil operatorun olan reallığı çəkməyin arxası deyil, başqa şey haqqında danışacağım. Yəni, şikayət eləmək, əsəbləşmək, tək elə mobil tariflərlə bağlı yox, ümumiyyətlə də sənə xoş olmayan bir şeylə bağlı şikayət eləmək, adi işdə olsun, marşrutda olsun, ailədə olsun, yəni öz mövqeyini bildirmək ki, bu belə deyil, belədir, çox yaxşı şeydir. Və ona görə yox ki, sən dünyanı dəyişə bilərsən, düzəldə bilərsən. Xeyr, dünya ilə öz gərdişi ilə gedəcək. Bu, sənin özünə görə yaxşı göstəricidir ki, demək, hələ ki sən usanmamısan, bezməmsən, hələ də ki sən yaxşılığa inanırsan, haqq ədalətə inanırsan. O pisdir ki, məşhur alim Seligmanın itləri kimi olasan, düşünə bilən təbəqəsiz, oxuyub görəcəksiniz ki, Seligmanın itləri nədir? Seligmanın iti kimi olasan və heç niyə əsəbləşməyəsən, hirslənməyəsən, deməyəsən ki, ay bala bunu belə niyə elədin, onu niyə elədin, sən filan kəs niyə söydün, niyə təhqiramiz danışdın və yaxud da ki, sən mobil operator bunu niyə belə elədin? Əgər reaksiya vermirsənsə, o çox pis əlamətdir. Sənin özün üçün şəxsi baxımdan çox pis əlamətdir ki, sən artıq sönmüş ulduz kimisən. Dünya sənin vecinə deyil. Bu qədər.